Deməli, birinci sualda qeyd olunub ki, İnari gölü üçün doğru xüsusiyyətləri müəyyən edin. Təbii ki, siz ilk öncə İnari gölünün hansı ərazidə yerləşdiyini bilməlisiniz və İnari gölü yerləşir Finlandiya ərazisində. Finlandiya xəritədə hardadır? Finlandiyanın ərazisi buradır. Deyir ki, birinci variantda Sayma gölünün yerləşdiyi ölkənin ərazisindədir. Bəli, hər iki göl, İnari və Sayma gölləri, hər ikisi Finlandiya ərazisində yerləşir. Deməli, bir sizin üçün doğru cavabdır. Biri götürürsünüz, bir olmayanları variantdan silirsiniz. Bu zaman Y və D variantı gedir. Hind okeanı hövzəsinə aiddir. Deyir ki, İnari gölü buradadır, amma Hind okeanı buradadır. Yəni, onların heç bir yaxından uzaqdan əlaqəsi yoxdur. 2 yanlışdır. 2 yanlışdırsa C variantı da bizim üçün yanlışdır. Axarsız göldür deyir. Axarsız göl deyil, axarlı şirin sulu göldür. Ona görə 3 də yanlışdır. Onsuz cavablarda qalmayıb. Aid olduğu ölkə 2 işıqlanma qurşağında yerləşir. Bəli, Şimal qütbü Finlandiyanın kəsdiyinə görə 2 işıqlanma qurşağında yerləşir, düzdür. Şirin suludur, bəli, dedik ki, axarlı şirin suludur. Şimal dənizi ilə də onun əlaqəsi yoxdur, çünki Şimal dənizi burada yerləşir, Finlandiya isə daha şimaldadır. Ona görə doğru cavab olacaq 1, 4, 5. Yəni doğru cavab A variantı. Daxili axarsız hövzənin çaylarını müəyyən etmemizi istəyir. İordan aiddir Ölü dənizə. Ölü dənizdə daxili axarsız hövzə hesab olunur. Ona görə biri biz doğru cavab kimi götürməliyik. Kaşqadərya. Kaşqadərya da həmçinin Mərkəzi Asiyada olan göllərdən, həm Kaşqadərya, həm də Tarim Mərkəzi Asiyada olan göllərdən olduğuna görə daxili axarsız hövzəyə aid olan göllər hesab olunurlar. Doğru cavab B-dir. Amma buradakı Yana ilə Kolima verilib. Onlar Şimal Buzlu okeana aid olan, Rusiyanın şimalında olan çaylar hesab olunurlar. Ona görə 62-də doğru cavab B variantıdır. Hind-Çin yarımadasının sahillərini yuyan su hövzələrindən deyil deyir. Hind-Çin yarımadası deyib baxırıq ki, Hind-Çin yarımadası buradadır. Sizə variantlarda verib Hind-Çin yarımadasının ərazisini, nə deyir? Hind-Çin yarımadasının sahillərini yuyan su hövzələrindən deyil. A-da Cənubi Çin dənizi qeyd olunub. Görürük ki, Cənubi Çin dənizi Hind-Çinlə yan-bayanadır və Hind-Çinin şimal cənub-qərbini yuyur. Deməli, A variantı düzdür. B-də Benqal körfəzi verib. Benqal körfəzi də həmçinin Hind-Çin yarımadasını yuyur. Andaman dənizi də həmçinin, Andaman dənizi də buradadır və Andaman dənizi də Hind-Çin yarımadasının sahilində yerləşir. Burada doğru cavab olacaq Y variantı sulu dəniz. Çünki sulu dəniz Zond adaları tərəfdədir və onun Hind-Çin yarımadası ilə heç bir əlaqəsi yoxdur. Sulu dəniz buradadır. 64. Doğru cədvələ əsasən doğru sıraları müəyyən edin. Norveç, Kanada, Yaponiya alüminium istehsalına görə deyir, fərqlənirlər. Doğrudur, düzdür. Kanadada boksit yataqları olsa da Norveç və Yaponiyada yoxdur. Amma idxal hesabına, elektrik enerjisi hesabına, idxal hesabına həmin alüminium istehsalına görə fərqlənən ölkələr hesab olunurlar. Ona görə bir olmayan variantları doğru cavablardan silirik. Braziliyadır, Qanadır, Côte d'Ivoire'da həmişə deyirik ki, kakao istehsalına görə fərqlənən ölkələr hesab olunurlar. Deməli, 2 sizin üçün doğru cavab olduğuna görə elə doğru cavab qalır A variantı. Niyə digərləri deyil? Çili, Liberiya, Mavritaniya düzdür. Dəmir filizi hasilatına görə fərqlənirlər. Amma polad əridilməsinə görə fərqlənmirlər. Çünki polad əridilməsinə görə ən çox inkişaf etmiş ölkələr fərqlənir. Əlavə olaraq Rusiya, Çin, Hindistanı da qeyd etmək olar. Yəni 3 ona görə yanlışdır. Türkiyə, İran, İraq demoqrafik keçidin 4-cü mərhələsində deyirlər. 4-cü mərhələ inkişaf etmiş ölkələrə üçün səciyyəvidir və bu variantda qeyd olunan heç bir ölkə inkişaf etmiş ölkə hesab olunmur. Danimarka, Niderland, İsveçrə südlük və südlük ətlik istiqamətlərin heyvandallıq inkişaf etmişdir. Bu da düzdür. Çünki orada buna ferma əkinçiliyi də deyirlər. İnkişaf etmiş ölkələr üçün səciyyəvi olur əsasən. Çin, Laos düzdür. Dünyanın 5 sosialist ölkəsindən 3-ü hesab olunur. Amma Monqolistan dünyanın 5 sosialist ölkələrindən biri hesab olunmur. Ona görə 6 yanlışdır. 22 dekabrda Günəş
hansı adada zenitdə olur? Biz deyirik ki, 22 dekabrda Günəş 23,5 cənub enliyində zenitdə olur. O 24 dərəcədə belə artıq, 24 cənub enliyində belə artıq Günəş zenitdə ola bilmir. Mindanao şimal yarımkürəsində yerləşir və şimal yarımkürəsində 22 dekabrda qış fəslidir. Günəş orada zenitdə olmur. Odlu torpaq adası bilirik ki, daha cənubdadır. Cənubi Amerikanın daha cənubundadır. Ona görə ola bilməz. Həmçinin Tasmaniyada daha cənubdadır, ola bilməz. Timor adaları da ekvator xəttinə yaxındır və həmin ərazidə Günəş zenitdə deyil. Dediyimiz kimi 23,5 cənub enliyində zenitdə olur və ən uyğun cavab Madaqaskardır. Çünki baxın, bu 23-40 xəttinə qeyd olunan ərazi 23,5 cənub enliyidir və ora ən yaxın olan ərazini görürük ki, bizim üçün Madaqaskardır. Əks halda Tasmaniya verib orada, Odlu torpaq adası verib orada. Yəni onların heç biri aid deyil. Çünki 23,5 dərəcə cənub enliyindən çox uzaqdadılar və hətta Günəş orada zenitdə ola bilmir. Deyir ki, Hind-Asiya xalqları Hind-Avropa dil ailəsinə hansı Asiya xalqları Hind-Avropa dil ailəsinə mənsub deyil? Deməli, Benqaldır, Taciklər də Əfqanlardır. Benqallar, Taciklər, bir də Əfqanlar. Bunlar Hind-Avropa dil ailəsinə mənsubdular. Bizdə mənsub olmayanlar istəyir. Bunlar mənsubdur. Belə ki, Benqallar Hind ayrı dil qrupuna, Taciklər və Əfqanlar isə İran dil qrupuna aiddirlər və Hind-Avropa dil ailəsinə mənsubdular. Deməli, digərləri isə yanlışdır. Çünki Xakaslar Altay dil qrupunun aiddirlər, türkdülər. Tibetlilər Çin-Tibet qrupuna, Evenklər isə Tungus-Manjur dil qrupuna aiddirlər. Ona görə, yəni 3-dür, 4-dür, 6-dır bizim doğru cavabımız ola bilməz. Yəni Hind-Avropa dil ailəsinə mənsub deyillər. Altay, Tungus-Manjus və Çin-Tibet ailələrinə mənsubdular. Doğru olmayan cəhəti müəyyən etməyimizi istəyir. Deməli, birinci bilirik ki, qızılın şərti işarəsidir və bu qızılın şərti işarəsi deyir ki, Vejnəlidədir, düzdür. Vejnəli Zəngilan rayonu ərazisində yerləşən qızıl yatağıdır və o yerləşdiyi fiziki coğrafi rayon olaraq Həkəri qeyd olunub. Deməli, Həkəri düzdür. Bu zaman variantlardan çıxacaqsınız biri. Biri variantlardan çıxdıqda görürük ki, hər bir variantda 2 qalıb. 2-dəki səhv ondan ibarətdir ki, Şərur Ordubad fiziki coğrafi rayon deyil. Orada Günnüt Qapıcıq fiziki coğrafi rayonu qeyd olunmalıydı. Ona görə 2 yanlışdır. Üçüncüdə Mis yatağı qeyd olunub. Mis Qaradağdadır. Gədəbəy İnzibati rayonu ərazisində fiziki coğrafi rayon olaraq isə Gəncə düzdür. Ona görə B-ni silirəm variantlardan. Zəylik, burada alunit qeyd olunub. Alunitin şərti işarəsi zəylik olsa da, Qazax Qarabağ fiziki coğrafi rayonunda yox, Gəncə fiziki coğrafi rayonunda yerləşir. 4 yanlışdır. 5-də hər bir şey doğrudur. Polimetal qeyd olunub. Katexçayda Zaqatala Lahaç fiziki coğrafi rayonunda yerləşir, düzdür. Amma 6 yanlışdır. Çünki şərti işarə olaraq Kvars qumunu qeyd edib. Kvars qumunun yataqları Hacıvəli və Hökməlidir. Fiziki coğrafi rayon olaraq isə yəni bir dənə burada şərti işarənin səhv olması onsuz da qeyd elədik ki, şaxtaxta travertin olduğu halda Kvars qumu kimi qeyd olunub. Ona görə 6 səhvdir. Xəritə sxemə əsasən bir rəqəmi ilə göstərilən ərazinin 2 rəqəmi ilə göstərilən ərazi ilə fərqli xüsusiyyətlərini müəyyən etməyimizi istəyir. Birinci ərazi Lənkəran ovalığıdır, ikincisi isə Samur Dəvəçi ovalığıdır. Deyir ki, yağıntıları əsasən ilin soyuq dövründə düşür. Bəli, Lənkəran ovalığı yayı quraq keçən mülayim isti iqlimdə yerləşir. Samur Dəvəçi ovalığı isə yarımsəhra quru çöl iqlimində yerləşir və hər ikisinin yağıntısı ilin isti dövründə, soyuq dövründə düşür. Bu oxşar cəhətdir. Elə doğru cavab B-dir. Çünki Lənkəran ovalığı mülayim isti iqlimdə yerləşdiyinə baxmayaraq, Samur Dəvəçi ovalığı yarımsəhra quru çöl iqlimində yerləşir. Ona görə B yanlışdır. Ortaq cəhət deyil. Yəni bunu götürməliyik. Hər ikisi tektonik çökmə zonasında yerləşir. Lənkəran ovalığı Kür çökməsində, Samur Dəvəçi ovalığı isə Ön Qafqaz çökməsində yerləşir. Hər ikisində düzən meşə landşafları yayılmışdır və hər ikisində də 4-cü dövr çökmə çöküntülərinə rast gəlinir deyir. Ona görə doğru cavab olur 68-də B variantı. 9. Xalxal bilirik ki, Oğuz ərazisində yerləşir. Bu mineral bulağı isə yerləşir Qəbələdə.
və bunların fiziki coğrafi rayon olaraq yerləşdiyi vilayət Zaqatala-Lahiç fiziki coğrafi vilayətinə uyğun gəlir. Samur Yalama Milli Parkının yerləşdiyi inzibati rayonu Bəsitçay. Samur Yalama yerləşir Xaçmaz inzibati rayonu ərazisində, Bəsitçay isə Zəngilan inzibati rayonu ərazisində yerləşir və deyir ki, yəni sırf Xaçmaza aid olanları götürməliyik. Bəli, Xəzər sahili mövqeyə malikdir. Bir düzdür. Onsuz da Azərbaycanda çaylar Xəzər hövzəsinə aiddir. İki fərqli cəhət deyil. Biri götürmüşüksə adı düzgün cavab deyil. Yalnız tektonik çökmə zonasında yerləşməsi də düzdür. Çünki Xaçmaz ön Qafqaz çökməsində yerləşir. Bəsitçay isə həm Kür çökməsində, həm Kiçik Qafqaz qalxmasında yerləşir. Ona görə Y variantı onlar üçün fərqli cəhət hesab olunur. Maşınqayma məhsullarının istehsalında rolu daha çox olan ölkələri qeyd etməyimizi istəyir. Belə ki, yeni sənayeləşmiş ölkələri götürməliyik və bu zaman Çini, Argentinanı və biz Braziliyanı götürməliyik ki, bunlar YSÖ, yeni sənayeləşmiş ölkələr hesab olunurlar. İnkişaf etmiş ölkələr sırasındadılar və Y variantı yəni götürməliyik. Amma Avstriya onsuz da inkişaf etmiş ölkədir. Yəni altını avtomatik biz cavablardan çıxmalıydıq. Liviya, Kamboca isə digər yeni sənayeləşmiş ölkələrin nisbətən sənayesi daha zəif şəkildə inkişaf etmişdir. Ona görə Y düzdür. Aşağıda göstərilən xüsusiyyətlərin aid olduğu ölkənin Əlcəzairdən fərqli xüsusiyyətlərini müəyyən etməyimizi istəyir. BRICS ölkəsidir. BRICS ölkəsinə üzv olan ölkələr biz bilirik ki, Rusiyadır, Çindir, Hindistandır, Cənubi Afrika Respublikasıdır və Braziliyadır. Amma inkişaf etmiş ölkə deyirsə, sadəcə BRICS ölkəsində inkişaf etmiş ölkə Cənubi Afrika Respublikasıdır. Yəni artıq bilmək olur ki, söhbət Cənubi Afrika Respublikasından gedir. Orada təbii artım ikinci tip səciyyəvidir və dünyanın ikinci hündür şəlaləsi olan Tuqayla şəlaləsi həmin ölkədən daxilində yerləşir. Fərqli xüsusiyyətləri götürməyimizi istəyir. Hər iki ölkədə Aralıq dənizi tipi yayılmışdır. Belə ki, Əlcəzair Afrikanın şimalında, Cənubi Afrika Respublikası isə Afrikanın cənubunda yerləşir və hər ikisinin qərbində Aralıq dənizi tipi səciyyəvidir. Ona görə biri variantlardan biz nə edirik? Çıxırıq. Görürük ki, hər iki variantda 4-5 qalıb. Sadəcə 2-yə və 3-ə baxmağımız kifayətdir. Hər ikisi iki işıqlama qurşağında yerləşdiyinə görə, yəni bu onlar üçün oxşar cəhətdir. Çünki gördüyümüz kimi hər ikisini cənub tropik xətti kəsir. Anklav ölkə nə idi? Anklav ölkə yəni sərhədləri sadəcə Cənubi Afrika Respublikası ilə olan ölkədir. Bu da Lesotodur ki, Cənubi Afrikanın daxilində Lesoto yerləşir ki, Lesotonun bütün çıxışları Cənubi Afrika Respublikasındadır. Ona görə 3, 4, 5. Materikin ucqa nöqtələrindən biri yerləşir, bəli, İynəburnu. Neft qaz ehtiyatları Əlcəzairin nisbətən məhduddur, çünki Afrikanın şimalı çökmə suxurlarından daha çox zəngindir. Başlayaq 73-cü test tapşırığının izahına. Deyir ki, deməli 73-də qeyd olunur ki, cədvələ əsasən doğru sıraları müəyyən edin. İnzibati rayon mərkəzi deyil deyir. Doğru sıraları müəyyən etməyimizi istədiyinə görə Şirvan bəli heç bir rayonun inzibati mərkəzi deyil. Mingəçevir də həmçinin inzibati rayon deyil. Xankəndi də həmçinin inzibati rayon deyil. Amma bu deyir ki, yəni Xankəndi hər hansı bir inzibati rayonun mərkəzidir. Yəni bu yanlışdır. Bir olmayan variantları sənə doğru sıraları müəyyən etməyini istədiyinə görə sən biri variantlardan çıxmalısan. Çünki o yanlış variantdır. Ondan sonra mülayim isti iqlim tipində yerləşir. Şirvan mülayim isti iqlimdə yerləşmir deyir. Düz deyir. Həmçinin Mingəçevir də mülayim isti iqlimdə yerləşmir. Amma Xankəndi düzdür. Mülayim isti iqlim tipinə düşür. 2 düzdür. 2 olmayan variantlarımızı çıxsaq C və yaxud da Y variantı qalır. Kür dağarası çökəkliyi vilayətində yerləşir deyir. Şirvan düzdür. Mingəçevir düzdür. Xankəndi deyil. Bəli. 2, 3. Şəhər ətrafı ərazilərdə neft və qaz hasil edilir deyir. Burada bəli Şirvan üçün düzdür. Plus qoyulub, amma Xankəndidə heç bir yerdən, yəni onun heç bir ətraf şəhərlərindən çıxılmır. Yəni bu çıx işarəsi olmalı idi. Ona görə C variantı yanlış cavabdır. Yəni doğru sıraların olduğu cavabdır.
Tərtərçay və Türyan çayın fərqli xüsusiyyətlərini müəyyən edin. Bunların hər ikisinin qidalanmasında yeraltı sular üstünlük təşkil edir. Ona görə A-nı variantlardan silərəm. Transsərhəd çay deyirlər, çünki Azərbaycan ərazisində formalaşırlar. Bəli. Mənsəbində yarımsəhra və quru çöl iqlimi düzdür. Hövzəsində Yura və Təbaşir, bəli. Bu da düzdür. Yüksək dağlıq və orta dağlıq ərazilərdə. Amma Şirvan düzündə kürə tökülmələri bunlar üçün oxşar cəhət deyil. Variant olacaq Y variantı. Qərb yarımkürəsində yerləşən şəhər aqlomerasiyalarını müəyyən etməyimizi istəyir. Mən deyərdim ki, gəlin buna biz xəritədə baxaq. Deməli, orada A variantında baxaq nələr qeyd olunub. Lagos, Osaka və Rio de Janeiro. Deməli, Lagosla Osaka qərb yarımkürəsində yox, şərq yarımkürəsində yerləşir. Çünki xəritədən də gördüyü kimi Lagos və Osaka şərq yarımkürədə yerləşir. Qərb yarımkürədə yerləşmir. Ona görə A variantı yanlışdır. Buradan New York düzdür. Amma xəritəyə də fikir versək görərik ki, Seul şərq yarımkürəsində yerləşir. Ona görə variantdan B-ni də çıxaram. Seul şərq yarımkürəsindədir. London, Paris, New York, Greenwich meridianı Londonu kəsdiyinə görə həm şərq, həm qərb yarımkürəsinə düşür. Detroit, San Paulo və Buenos Aires bu bizim doğru cavabımızdır. Deməli, gördüyünüz kimi Detroit, sonra nə qeyd olmuşdu orada? San Paulo və Rio de Janeiro, Buenos Aires hər biri Cənubi Amerika materikində mövcud olan aqlomerasiyalardır. Ona görə də doğru cavab elə məhz D variantıdır. 76. Doğru sıraları müəyyən etməyimizi istəyir. Bilirik ki, Böyük Xinqan Avrasiya materikinin şərqində yerləşir və həmin ərazi Cavan Qırışıq, yəni həmin dağ Cavan Qırışıq dağı deyil, Faylı dağdır. Ona görə bir olan variantları çıxarsınız. Düzdür, musson küləklərinin təsiri altındadır, amma Cavan Qırışıq dağ deyil. Ona görə yanlışdır. Bir səhvdir. Hammersli qədimdə baş vermiş tektonik hərəkətlər nəticəsində yaranmışdır. Bu düzdür, qədim dağdır. Lakin Antarktida materikində yox, Avstraliya materikində yerləşir. Ona görə bütün variantlardan 1 və 2-ni çıxmalısınız. Atlas zəngin fosforit ehtiyatlarına malikdir. Düzdür, Afrikanın şimal şərqində yerləşən, şimal qərbində yerləşən cavan dağ hesab olunur və bir neçə ölkənin ərazisində yerləşməsi də düzdür. Ona görə ki, Əlcəzair, Tunis və Mərakeş ərazisində yerləşir. 3 düzdür. Pamir, Fatçenko buzlağı yerləşir, düzdür. Çində ən hündür zirvə Kongur, Tacikistanda isə Səməni pikidir, 4 düzdür. Appalaç deyir, Şimali Amerika materikinin ən nəhəng daş kömür hövzəsidir, hər dəfə deyirik. Mülayim və subtropik iqlim qurşaqlarında yerləşir, bu da düzdür. Sizin doğru cavabınız olacaq 76-da C variantı. 6-da Alaşan isə Cənubi Asiyada yox, Mərkəzi Asiyada yerləşir və fəal vulkanizm müşahidə olunmur. Yəni, cavan dağ deyil. Ona görə 6-da yanlışdır. Doğru cavab C variantı. Aşağıda verilmiş hansı əlamətlər hansı təbii zonaya aiddir? Avrasiyada Rusiyanın cənubu, Qazaxıstan, Monqolistan və Çinin şimalını əhatə edir. Şimali Amerikada meridian istiqamətində ABŞ və Kanadanın mərkəz hissəsində yerləşir. Taxılçılıq, maldarlıq. Artıq görürük ki, söhbət çöl təbii zonasından gedir. Rusiyada və Ukraynada step adlandırırlar çölləri. Həmçinin Qazaxıstanda da, Şimali Amerikada Prairie, Cənubi Amerikada isə Pampa adlandırırlar. Normalda çöl torpaqlarının rəngi qara olur, amma Pampada qırmızı qara idi. Fərqli cəhət ondan ibarət idi. 73 B variantı. Exolotdan okean çökəkliyinə göndərilmiş səs siqnalı 4,4 saniyə sonra geri qayıdıbsa, biz bilirik ki, 1 saniyədə 1500 metr gedə bilir. Əgər 1 saniyədə 1500-dürsə, mən nə edəcəm? 4,4-ü vuracam 1500-ə. Bu eləyəcək 6660. 6660 edir. Amma sizə deyir ki, həm gedib, həm geri qayıdıb. Deməli, bunu mən nə etməliyəm? Aldığım cavabı 2-yə bölməliyəm ki, baxım görüm gedəndə nə qədər gedib, qaydanda nə qədər qayıdıb. Buna görə də bölürəm 6660-ı bölürəm 2-yə eləyir 6660 eləmir 6600 eləyir. Onu da 2-yə böləndə eləyir 3300. Yəni doğru cavab eləyir A variantı. 79-cu sual çox sadə sualdır. Su erozyon və akkumulyativ relyef formasını müəyyən etməyimizi istəyir. Təbii ki, doğru cavab gətirmə konusudur. Digərləri isə buzlaq və eol mənşəli relyef formalarına aiddir.
Avrasiyada yerləşən səhra deyil. Bu da çox sadədir. Bilirik ki, Kalahari Afrikanın cənubunda yerləşən materik daxili mövqe tutaraq yaranan səhra növü idi. Nisbi rütubətliliyi 75% olan 1 kubmetr havanın su buxarı ilə doyma həddinin 30 qram olduğunu nəzərə alaraq mütləq rütubətliliyi hesablayın. Bu da sadə test tapşırığıdır. Əgər 30 qram bizim üçün 100%dirsə, x qram olacaq 75% və çarpaz vurduqda 100x bərabərdir 75'i vurmalıyıq biz 30'a. X da buradan beraber olur. 22,5'e. Yani 81'de doğru cevap C variantıdır. Xəritə sxemə əsasən hansı bəndin doğru olmadığını müəyyən edin. Deyir ki, 1.7 geotermal elektrik stansiyalarının fəaliyyət göstərir. 7 görürük ki, İtaliyadır. Və bir görürük ki, İslandiyadır. Geotermal elektrik stansiyaları hər ikisində var. Ona görə doğru cavab deyil. Əhalisinin çoxu Roman dil qrupuna mənsubdur 2 ilə 3-ün. 2 Portuqaliyada, 3 İspaniyadır və bu əhalinin çoxu Roman dil qrupuna mənsubdur. Düz deyir. 8, 10. 8 Polşadır, 10 Ukraynadır və hər ikisi bəli kartof istehsalçılardır hər ikisi. 4 Belçikadır, 5 isə Avstriyadır. Bunlar federativ respublikadır deyirlər. Belçika federativ krallıqdır. Yəni respublika idarə etməsinə malik deyil. Ona görə 4 bizim üçün yanlış cavabdır. Açıq tipli sualların izahına gəlirik. 2024-cü ildə Şəmkir İnzibati rayonunun əhalisinin sayı ümumi olub 217 min. Həmin il urbanizasiya səviyyəsi 34% olub və rayon qəsəbələrində yaşayan əhalinin sayı isə 32.780 olub. Buna əsasən həmin il üçün Şəmkir əhalisinin sayını da tapılır. Amma şəhər əhalisinin sayını tapmağımız istəyir bizdən. Tapaq. Deməli, 217 min bunların ümumi əhalisinin sayıdır. 2024-cü il üçün və bu bizim üçün təbii ki 100%-ə bərabərdir. Bəs x nəfər neçə faiz olacaq? 34%. Yəni mən buradan kənd əhalisinin sayını, urbanizasiya səviyyəsini hesablayıram. X bərabər olur 73.780 nəfər. Deyir ki, rayonun qəsəbələrində yaşayan əhalinin sayı 32.780-dir. Deməli, mən nə edəcəm? 32.780-i çıxacam. 780 ilə tam çıxılır. 41. 41 min şəhər əhalisinin payına düşür. Doğru cavab 41 min olmalıydı. Növbəti test tapşırığında deyir, doğru sıraları müəyyən edin. Çelyuskin burnu, bilirik ki, Çelyuskin burnu Taymır yarımadasında yerləşir. Hər dəfə təkrar edirik. İynə burnu Afrikanın cənub ucqar nöqtəsidir və bura subtropik iqlim qurşağında yerləşdiyinə görə yayda tropikdən, qışda mülayim iqlim qurşağının hava kütləsi alır. 1-2 düzdür. Ras xəfon bilirik ki, ekvatorial iqlim qurşağında yox, subekvatorial iqlim qurşağında yerləşir. Ona görə 3 yanlışdır. Bayron Avstraliyanın bəli ucqar nöqtəsidir, amma qərb yox, şərq ucqar nöqtəsidir. Freund Cənubi Amerikanın cənub ucqar nöqtəsidir və burada bəli Magellan boğazı sahilində yerləşir. Daha sonra Freund burnu 1-2-ni götürmüşük. Freund burnu da dedik ki, düzgün cavabdır. Magellan boğazı sahilində yerləşir. Amma Galinas Cənubi Amerikanın şimal ucqar nöqtəsidir. Bu sahilindən soyuq okean cəryanı yox, əksinə isti okean cəryanı keçir. Ona görə 6 yanlışdır. İnkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələr təbii ki, Koreyadır, Kipirdir və Singapurdur. 1, 5, 6. A nöqtəsində havanın temperaturu -2,3, B nöqtəsində isə -9,5-dir. Deməli, mən bunlar arasındakı fərqi çıxıram. -2,5-dən çıxıram, -9,5. Bu zaman 2 dənə mənfi, 1 dənə müsbəti əmələ gətirir və 9,5-dən -2,5 çıxdıqda eləyir 7,2. Təbii ki, əgər hər 1000 metrə 6 dərəcə temperatur dəyişirsə, x metrə 7,2 dərəcə dəyişəcək və x burada olacaq 1200. X burada olur 1200-ə bərabər.
Kəsmə yüksəkliyin neçə metr olduğunu tapmağımızı istəyir bizdən. 1 boşluq, 2 boşluq, 3 boşluq, 4 boşluq. Təbii ki, aldığımız 1200 bunların arasında olan fərqdir metr olaraq və biz onu aralarındakı boşluğa bölməklə doğru cavabı 300 tapırıq. Yəni 27, 26 da doğru cavab olmalıydı. 300. Uyğunluğu müəyyən etməyimizi istəyir. Yarımadalar verib. Dünyanın ən böyük boksit hasilatı rayonu yerləşir. York yarımadasında hər dəfə deyirik. Mississippi çayının mənsəbi bunların heç birində yerləşmir. Mississippi çayı yerləşir Şimali Amerika materikində. Mənsəbi Meksika körfəzidir, amma heç birini tökülmür. Yəni burada heç bir yarımada onun mənsəbi hesab olunmur. Fəaliyyətdə olan vulkanlar mövcuddur. Bildiyimiz kimi Kamçatka yarımadasında fəaliyyətdə olan vulkanlar mövcuddur. Ona görə bura C-ni yazırıq. Sahilləri iki okean suları ilə yuyulur. Deməli bu aid olacaq elə Yorka, Hind okeanı və Sakit okean. ABŞ-a məxsus olan təbii ki Florida yarımadasına aid olacaq. A, D, C və Y. Coğrafi uzunluğu 80 qərb uzunluğu olan okean sahilindəki A məntəqəsindəki, bax nə görürsüz qeyd edin. Deməlidir ki, A yerləşir 80 qərb uzunluğunda. Hərəkətə başlayan səyyah şərq istiqamətində hərəkət edərək uca dağlar aşıb. Və müəyyən müddət sonra B məntəqəsinə çatıb. Yəni B məntəqəsinə çatıb deyir. A-dan B məntəqəsinə çatıb. Uca dağlar falan aşıb. Ona məlum oldu ki, hərəkət etdiyi coğrafi enlikdə il ərzində gecə və gündüzün uzunluğu bərabər olur. Deməli, gecə və gündüzün uzunluğu bərabər olurdu. Harda? Deyirdi ki, ekvatorun üzərində gecə və gündüz həmişə bərabər olur bir-birinə. 12 saat gecə, 12 saat gündüz müşahidə edilir həmişə ekvator üzərində. Və qərb yarımkürəsində yerləşirsə, deməli, qərb yarımkürəsində yerləşir də. Qərb yarımkürəsində yerləşən və ekvatoru kəsən materik hansı materikdir? Təbii ki, Cənubi Amerika materikidir. Şəkildən də gördüyümüz kimi. Həm qərb yarımkürəsində yerləşir, həm də onun ekvator xətti kəsməlidir. Mən ekvator xəttini kəsməyin isə gecə və gündüzün uzunluğunun bir-birinə bərabər olması ilə tapdım. Səyyah müəyyən etdi ki, çatdığı məntəqənin uzunluğu, yəni B-nin uzunluğu isə olub 51 qərb uzunluğu. Və burada materikin ən böyük çayının mənsəbi yerləşir. Tamam. Söhbət artıq bildik ki, Cənubi Amerika materikindən gedir. Sualları ona əsasən cavablandıraq. Səyyah hərəkət etdiyi materiki A və B məntəqələrinin hansı okean sahilində yerləşdiyini, yəni buraya yazırıq Cənubi Amerika. Deyir ki, materiki qeyd elədik. Deyir ki, A və B məntəqələrinin hansı okean sahilində yerləşdiyini. A yerləşir 80 qərb uzunluğunda. Yəni Cənubi Amerika materikində qərbdən hansı okeandır? Təbii ki, Sakit okean. Şərqdən isə Atlantik okeandır. Və qət olan məsafəni tapmağımızı istəyir bizdən. Deyir ki, 80-dən A-dan B-yə gedib. Yəni A yerləşir 80-də, B yerləşir 51-də. Bunların çıxan neçə eləyir? 29. 29-da mən həqiqi məsafəyə çevirmək üçün eləyəcəm? 111-ə vuracam. Neçə eləyəcək? 3219. Yəni burada yazmalıyız 3219 kilometr. Doğru cavab burada Cənubi Amerika yazılmalıydı. Burada Sakit və Atlantik yazılmalıydı. Burada isə 3219 kilometr yazılmalıydı. Növbəti test tapşırığına baxırıq. Deyir ki, səyyah aşdığı uca dağ. Təbii ki, biz bilirik ki, Cənubi Amerika materikində yerləşən uca dağ Ant dağıdır. Mənsəbinin çatdığı çayın və bu çayın, yəni mənsəbinə çatdığı çayın deyir. Təbii ki, ən bol sulu çay hansı çaydır? Orada, ekvatorda. Amazonun deyir, ən uzun sol qolunu qeyd elə. Biz də deyirik ki, onun qolu Rio Negro'dur. Doğru cavab belə olmalıydı. A və B məntəqələrinin yerləşdiyi saat qurşağı. Dedik, A yerləşir 80 qərb uzunluğunda. B yerləşir 51 qərb uzunluğunda. Və ən böyük çayının, təbii ki, Amazondur, mənsəbinin yerləşdiyi ölkənin adını cədvələ yazın. Deməli, uzunluğu tapaq ilk öncə
80 qərb uzunluğunda yerləşən məntəqənin uzunluğu yerləşdiyi saat qurşağı necə tapılır? 80-i bölürük 15-ə, eləyir 5, qalıq 5. Qalıq 7,5-dən kiçik olduğuna görə mən onun üzərinə 1 əlavə eləmirəm. Nə edirəm? Qərb yarımkürəsində yerləşdiyinə görə 24-dən 5-i çıxıram. Bu da eləyir 19-cu saat qurşağı. Yəni A yerləşir 19-cu saat qurşağında. B isə 51-dədir. 51-i bölürəm 15-ə, eləyir 3, qalıq yenə 6 eləyir, 45, 6. Yenə 7,5-dən kiçikdir və buna görə mən sadəcə 24-dən 6-nı çıxıram, eləyir 18. Deməli, 18, yox, 18 nədir, 6 nədir? 3 çıxmalıyım. 24-ü bölürəm, 24-dən çıxıram 3-ü, eləyir 21. Buraya yazıram 21-ci saat qurşağı. Və deyir, ən böyük çayının mənsəbinin yerləşdiyi ölkə təbii ki, Cənubi Amerika materikinin ən böyük ölkəsi olan Braziliya. Doğru cavab olmalıydı.